Səlah xanım, biz sizlə uzun müddətdir bir-birimizi tanıyırıq. Yəni sizin də çox gözəl işləriniz var. Əslində belə deyim də, bu evlərin dizaynıdır, gördüyünüz işləri görəndə mən hətta o rənglərin seçilməsidir, mənim çox xoşuma gəldi. Bu siz həm də ki individual yanaşmanız mən çox sevirdim o işlərdə sizin. Mən biraz ev təmirindən əvvəl ümumiyyətlə insanları daha çox maraqlandıran mövzu o ev təmirindən əvvəl evin alınmasıdır. Hal-hazırda ölkədə iki formada da, yəni əgər mənzil almaq istəyirsənsə, ya köhnə tikili, ya da təzə tikili də ala bilərsən. Bəli. Sizcə hansını da almaq daha düzgündür indiki halda? Nəzərə alsaq ki, köhnə tikililərin müddəti, istifadə müddəti bir müddətdən sonra bitəcək. Çünki binaların hamısının özünün istifadə müddəti var. Ona görə yeni tikilidən alınması daha məqsədə uyğundur, daha yaxşı olardı. Amma təzə tikilidən də alanda müəyyən nüanslar var ki, onlara mütləq şəkildə diqqət olunmalıdır. Bunlardan ən qloballarından biri də ümumiyyətlə, yəni insan sayına görə bölgüləndirmə doğru həyata keçirilməlidir. Bəzən bölgüləndirmə binanın özünün arxitekturunu, qaydalarına uyğun olaraq tikilir, düzdür, amma orada bəzən itkilər gedir. Holda daha çox itki olur, çamaşırxanaya və yaxud da ki, sanuzellərə çox böyük ərazi ayrılır və ya mətbəxə böyük ərazi ayrılır. Hansı ki, orada az müddət, az vaxt keçirdirsən, o itkiləri nəzərə alaraqdan yaxşı olar ki, ümumiyyətlə mənzil alınanda memar məsləhətindən istifadə olunsun.